Salam herkese, yeni videomuza xoş gəlmişsiniz. Sizinlə mən Kənan və siz Cars by Kiera kanalındasınız. Və bu günlərim sizlər üçün Black Mamba gətirmişik. Fiat 500 Abarth. 500, les bails se font quand billets de 100. Pas d'argent pour la classe moyenne en France. Faites du bif avant de faire des avances. Les rageux combattent avec un tendon d'Achille. J'ai le cara de Marco Def. Je suis le second Artemis et je pars en voyage à dame sur le Marco Polo. Trop de rageuses dans les Fiat 500. Les bails se font quand billets de 100. Pas d'argent pour la classe moyenne en France. Faites du bif avant de faire des avances. Les rageux combattent avec un tendon d'Achille. J'ai le cara de Marco Def. Je suis le second Artemis et je pars en voyage à dame sur le Marco Polo. Waouh. İlk hissədən gördükdə maşınımızı burada bir dənə Abarth'ın mini logosunu yerləşdiriblər və yanında faralarımızı görürük. Hansı ki iki tərəfdən də fara və altda da dumanlılarımız. Və maşınımız 1.4 turbo motordur. Stage 1, 195-200 civarı at gücü var. İstərdim elə ilk öncədən kapotumuzla açım, görsədim sizə. Açıq imiş. Sol buraydı. Prosto şey tapamıram. Hə. Maşınımız balacadır, elə podyomniki də balacadır. Biraz yaxınlaşardınız zəhmət olmasa. Burada 1.4 litrlik turbo mühərrikimizi görürük. Maşın mini olduğu üçün hər şeyi yerləşdiriblər kapotumuzun altına. Akkumulyatorımızdır. Güzgülərin su yeridir. Hansı ki yerləşdirirlər. Yağ yerində. Maşın çox kompaktdır deyə hər şey orada yerləşdiriblər. Maşını bir sənə nətər fikirləşiblər. Hər şeyi yığaq kapotun altına və güclə bəla ilə. Amma Abarth'ın ən mükəmməl şey nədir? Onun səsi. Yəni, baxmayın 195-200 civarında at gücü var. Amma səsi başqa bir aləmdir. Bu şeylə eləsələr nə idi onun adı? Amortizatorla. Lap yaxşı olar. Bəlkə oldu yüngül var. Heç olmaz gəbra. 1 ton 100. Yanda BBS disklərimizi görürük. İndidən Azər gülürük burada. BBS disklərimizi görürük. Hansı ki maşının qırağındakı logo, Abarth logosu ilə xrom detallar, yəni uyğunlaşdırıblar. BBS-imizi indi orijinal olmadığını vurğulayım qoyun qabağıdan da. Sonra deyərlər orijinaldır. Yəni biz nə var onu deyirik. Yan sistemimizdə bəziləri deyəcək niyə Black Mamba. Burada da gördüyünüz kimi Black Mamba yazısını yapışdırıblar. Maşınımız belə deyim, adıdır da Black Mamba. Çıxdı şəhərə Mamba gəlir. Yaxınlaşaq arxa hissəmizə. Arxa hissəmizdə maşınımız necə minidirsə, güzgüslərimiz də, bazı bir dənə güzgüslərimiz var. Arxa şüşəni mini. Bir dənə xırda bir dənə detallı yenə 500. Buraya yenə qarşı hissədə göstərdiyim kimi Abarth'ın logotipini yerləşdiriblər. İrəliləyən dəqiqələrdə sizə egzoz səsini göstərəcəm. Amma indi istərdim. Bagajımız təmiz olmasa da, amma mini kompakt, yəni 2-3 dənə idman sumkası atıb rahat getmək olar. Gördüyünüz kimi burada bir dənə yerləşdiriblər. O bəzi maşınlarda pərdədir, bəzilərində abrisovka. Maşına hər şey mini da. Yəni yekə xırda detal, böyük detal axtarmayaq da maşında. Maşında necə minidir. Ürəyimiz balaca olsa da, amma deyir maşınımız da balacadır. Bagajı bağladıqdan sonra istərdim ki elə burada səs sisteminə qulaq asaq. Səbirli olun. Yerləşdirirəm bura mikrofonumuzu. Yerə. Kesim olar. Səbirli olun.
Mənim fikrimcə bu qədər kifayətdir. Maşınımız bayaq dediyim kimi balaca olsa da səsi, yəni trasda cəmaət elə bilir ki, part atır. Maşınımız 95-80 daha yaxşı olar. Çünki 92 ilə, yəni 92 olar tökmə, amma yenə də 95-80 daha yaxşıdır. 98 tökəndə vəbşi raket olur. Black Mamba olur, raket uçur. Burada yazılıb 91 Aktan, indi İtaliya markasıdır, qardaş. İtaliya brendi. Bəzi detallar da var, onu dəqiq biz ikimiz də bilmirik, maşının sahibi də bilmir, mən də bilmirəm. Amma Ferrari'nin də bəzi detalları var maşında. BRG Group. Buradan salamlayıram indidən o qrupu da. Burada maraqlı bir dənə logotip yerləşdirib də Abartın mini. Bunun elə iki tərəfdə də var idi, səhv eləmirəmsə. Və altda İtalyan Abart Legend. Qardaş, Black Mamba. Black Mamba hələ ki Bakıda yoxdur. Yəni ilk Black Mamba budur. Çünki adı belə də. Başqa heç kim fikirləşməyib. Black Mamba adını qoyum. Yəni maşımız gözdə belə eləyəcəm. 1 2 3 metrdir uzunluğu maşınımızın. O cür mini, kompakt maşın deyə. Yəni eksteriyerində çox da incələməli, belə maraqlı deyim, heç nə yoxdur. Bir dənə minusu odur ki, maşının lüku olsa lap yaxşı olardı, amma lüksüz də yəni kondisioner var onsuz da maşında. Yəni heç kondisioner də ehtiyac yoxdur. 2 dənə şey atırsan, neydi onun adı? Güzgüləri, əməlli başda özdə yer var. Əməlli başda sərinləyirsən. Sən deyən burada keçim interyerinə. Yəqin ki mən düşürəm. İnteryerinə keçdikdə sağ bir dənə maşın kodu rolunu düzəldim. Yəni Aquaprint burada söhbət edir. Aquaprint işləmələrimiz var göy rəngdə. Amma deyim ki, qaradansa göy daha yaxşı görsənir. Mən elə düşünürəm. Maşımız 6 pilləli sürətlər qutumuz var. Hansı ki maşında Tiptronic də var. Gedirik bayaqdan fikir verəmək. Geri deydən reski Tiptronic atır. Mexanika 1, 2, 3. Bəlkə mahnını da qoşursan vəbşi. Olur ideal. Yox, onu demədim. YouTube izləyicilərimiz sonra qatacaq bizdən o mahnıya görə. Bəlkə burada qısa metrajlı yerləşdirərəm. Maşımızda yenə günlüyümüz var, mini günlüyümüz. Açdın, işığı yoxdur prosto. İşıq da deyim niyə yoxdur. Maşına çox detal əlavə eləməyiblər ki, maşın olsa da ağırdır. Biraz da ağır olsa, yəni 1 ton 100, 1.101. Maşınımızda kiçik multimediamız var. Hansı ki burada yəni Bluetooth-la qoşdunuz, öz mahnılarınızı qoşursunuz. Apple CarPlay yoxdur. İndən deyim, var? Var. Var, mən elə bildim yoxdur. Apple CarPlay var imiş, hər şeyi öyrənirik. Burada indi riski birdən indi görürsünüz kimsə yanınıza gəldi, söhbət edir. Bir də belə elədin, sporta keçdin. Onda Black Mamba olur, Airlines. Onda Black Mamba Airlines olur. Arxasıca burada gördüyünüz bu işləmələr karbon detal işləmələr kimi yerləşdiriblər. Karbondur. Amma karbon kimi yəni eləyiblər, qəşəng də olar. Qəşəng bilir. Biraz nidastatkalar olub burada. O da ki olan şeydə düzələcək. Sentyabrda gəlin maşına baxın. Yəni şəhərdə belə Black Mamba olur. Onda olacaq Çorny Mamba. Burada bir dənə 500, burada BRG qrupun logotipini yerləşdiriblər. Daha doğrusu stikerini. Bir dənə 500 yazısı. Əslində bu arxada da bagaj hissəsində göstərdiyim kimi çox qəşəng yəni göstəriblər. Birinci səfər çəkiliş edirəm, maşının sahibi məni çəkir. Yəni belə çəkiliş görülməyib heç yerdə. İstəyirsiniz sumkalarımızı da yerləşdirək bura ki, lap rahat. Arxa hissəsini belə deyim, arxa hissədə oturmaq çox narahatdır. Çünki 2 nəfər rahat oturur. Arxa çox balacadır. Maşın özü balaca olduğuna görə arxa da balacadır. Ona görə belə geyir. Səndə yəni başqa material yoxdur. Arxasıca multi sükanımız var. Hansı ki on-off-a bastınız. Səsi də şirindir, siqnalı da şirindir, özü də şirindir. Balaca. Adam qorxmur. Yəni məsələn o bəzilər var, siqnalsız oturur da. Elə bir şey yoxdur. Adam heç qorxmur. Belə deyim ki, sürətlər panelimiz yaxınlaşın, bunu belə görsəm. Sən lap keç bu birisi tərəfdən görsət. Sürətlər panelimiz, o da balaca, mini. Balaca yerləşdiriblər. Sportdan orada turbo PSP, yəni söhbət eləyir.
getdi, gəldi. Maşınımızın elə bir dənə pıs eləməyi var ki, gəlin görəsiniz. Birazdan onu da göstərəcəm. Belə deyim, elektron panelimiz var, hansı ki maşında orada saatda neçə ilə gedirsiniz. Burada 50-yə kimi görsək o elə deyil. Sürətlər qalxdıqca o da daha çoxalır. Ortada da yenə kilometrajımızı göstərir, saatda neçə ilə gedirik. Orada indi 4 zad, o başqa məsələlərdir. Burada hava çıxışlarımız var, kondisionerimizin hava çıxışları. Burada Mercedes fason söhbət edirik ya, və burada deyirlər. Hava çıxışlarımız var, yəni ideal. 2 dənə pəncərəmiz var deyə, yəni çox da əziyyət çəkmək lazım deyil. Sağ olun, salamat qalın. Özü də yəni şey da, elektron da, yəni bastın özü düşür. Bura sürətlər qutumuzu yerləşdiriblər. O da balaca. Maşında hər şey balacadır. Elədin, sür, get. Yəni başqa söhbət ola bilməz. Və qıraqda qapı açarları belə, onu da çox səliqəli və prestijlə düzəldiblər. Yəni o bəzilərində qabarit nə olur, o yoxdur. Bir də ki, bu mənə maraqlıdır ki, bu nədir? Belə söhbət prosta görünmür indi. Bax, abart logosu. Ha, bu o BMW-də zadda açırsan M Performance yazısı olanda burada da yazır ki, Black Mamba Abart. Abart. Burada da məsəl üçün Abart yazısı olsaydısa paroqlarda o daha qəşəng görsənərdi. 500 yazısı var. Hə 500-dür, prosta 500-ün yarısı var. Qalanın hələ ki zakaz veriblər, gələcək nə varsa. Maşın böyüyəndə o da böyüyəcək. Tavan məsafəsindən söhbət eləyim. Tavan məsafəsi çox genişdir. Yəni əməlli başlı tavan mənim boyum balaca olsa da yenə də mən deyirəm ki, genişdir. Yəni uzun boylar üçün də rahatdır. Sükanımız şey olmasa da qalxır. Ha, onu istəyim kan qaldırsın yuxarı. O var, ideal. Amma burada yəni elektron paneli yerləşdirməyiblər. Elektron panel olsa da, olmasa da olar. Əsas bu maşını alanlar, yəni mən əminəm ki, Azər bəy də bu maşını alanda səsinə görə alıb. Çünki səsi yəni adamı valeh edir. Səsi bildiyin cəhcəh deyə elə bir quş səsi var. O quşlar səhər tezdən yuxudan duranda cəhcəh eləyir. Bax elədir. Hələ bayaq ki o pıs səsini demirəm. Pıs səsi var şey. Yolda gəlsən pıs eləyir. Adam dəli olur. Sürücü hissəmiz burada da qəşəng ayaqaltı düzəldiblər. İtalyan bayrağı, fason, Abart logosu. Mənim üçün çox rahatdır. Yəni sideniyalarda yandan sıxan kimidir. Yəni sürüş deyəndə elə sürüş dedim ki, elə bir şey. Formula 1 zat sürürdü, amma yəni maşın Abart adını daşıyırsa, haqqını verir ha. Yəni mənim də fikrimdə var ki, inşallah gələcəkdə alım proyekt yığım. Azərlə arada bir çıxar şəhərdə bir pıs 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 elə səslər eləyək. Maşın çox rahatdır və maşında çox artıq şey qoymayıblar. Məsəl üçün adi burada klimat kontrol yerimizdir. Burada indi pavarotnikdir. O da minidir. Gördünüz? Pavarotnik deyəndə nə idi onun adı? Avarini knopkası. Maşında iki tərəfdən də güzgülərimizi qaldırıb salmaq üçün şey. Bir də ki, bir şey göstərmək istərdim. Məndə bu şeydir, fetiş kimi. Abartın hasarına baxın. Görün nə qəşəng hasar var. Bura biraz yəni Abartıya da 500 yazsalar daha yaxşıdır. Maloçnu rəngdədir, qəşəng var. Bastım. O deyil. Burada Abart logosu var. Prosta indi çox işlənilib deyə nəsə olub. Orada o düzəldəcəyik. Gələn incələmələrdə o düzəldəcəyik. Mini qəşəng bastın, bagajın açılır. Bagaj da bilsiz nə boydadır. Bagaja bildiyimiz qoyun quzun at yəni get. Bu fake taksidəki bizim söhbət eləyirik ya. Maraqlıdır özdə. Bu maşını o trend çəkmişəm. Bəlkə də görmüsünüz. BMW ilə o dartır amma belə. Bu maşını da elə barmağınla dartırsan gəlir. Amma zarafat elə maşın ağır da. Yəni öz balaca kompakt olmağına baxmayın. 1 ton 100 yəni zarafat deyil. Əməlli başda ağırlığı var. Onca açarımızı belə elədik. Burada da bir dənə söhbət eləyirik yenə. Yəni maşının sahibi də mənim kimi brılok, bəzi şeylərin həvəskarıdır. Biz indi çölə çıxsaq, qaz versək, pıs səsini eşidəcəyik. Maşını xodlayanda elə bilsən, M5 saat xodlanı, pıs səsi qaz verirsən çıxır, hə? Gördünüz? Gəlin belə eləyim. Pıs səsi də özü daxı, pısıldamağı yəni odur. Onu bilmirəm, 100-ə nə qədər yandırır? 14-15 litr. Düz bilirəm. Amma sizə deyim ki, yəni 14-15 litr yəni
az deyil, nə də çoxdur. Bu maşın üçün yəni danışmayaq, yəni yaxşı. Mən benzindən söhbət azanda sahibinə baxıram ki, yəni bilmir neynəsin. Sürücü hissəmizə baxdıqdan sonra istərdim keçək sərnişin hissəmizə. İndidən sideniyaları göstərdim. Sideniyalar elə bil ki, drift car sideniyaları kimi, yəni elə bilərsiniz rimeyimiz yoxdur maşında, rimeyin də var ha. Maşında bir dənə məsəl üçün maraqlı bir şey eləmək olar ki, nə oldu da, yekə oğlansa söhbət eləyib, sakitdir da. Maşında rimeyini məsəl üçün rəngli eləmək daha maraqlı olar. Kim yəni proyekt yığırsa, abartda maraqlı rənglər yəni çoxdur. Məsələn mən bu maşına qırmızı rəng qoyardım. O da deyim niyə? Kapotumuzun üstündə süzən qırmızı xəttlərimiz var deyə, onun üçün də yəni Black Mamba deyə belə deyim, abartın 2 dənə rəngini xoşlayıram. Bir qara, bir də qırmızı rəng çox yaraşır maşına. Prosta bu günlərim qaradır deyə mən çox da yəni rəngli geyinməmişəm. Əslində qırmızı geyinmək fikrim var idi. Qırmızı şalvar. Hə, mənə əvəz eləyir adır. Qapımız açdı, amma qapı yəni ağır da, elə bilərsiniz mən, böyüdür deyə ağırlığı da var. Yəni düşəndə də, minəndə də hiss olunur. Yo. Bəlkə mahnı, yeri, havalar qızdı. O mahnını qoyacam yəqin. Sərnişin hissəmizə oturduğu kimi necə sürücü hissəmizdə, helənçin də, sərnişin hissəmizdə çox rahatdır. Yəni mini qoltuq altımız var burada, qəşəng yerləşdiriblər. İndi prosta qabağı eləməmişəm deyə görsənmir, amma qoltuq altı yəni rahat. Mən gələndə çox rahat gəlmişəm. Hələ o pıs səsi var ki, pısla sizi bezdirəcəm bu gündən. Mini bardaçokumuz var. Burada da indidən gözmədə maraqlı neydi onun adı? Brloq kimi iyi verənlərimiz var. Mini yəni sənəd qabı, saxlanc qabı. Bir də ki burada charge only, yəni USB-C port yerləşdiriblər bura ki prosta bunu ora yerləşdiriblər. Mən bunu bağlayandan sonra mən onu necə istifadə edəcəm? Texnologiya. Buradadır, yəni zarafatsız, yəni mən o şunur zədə alır birincisi. Şunuru buradan keçsəm şunur zədə alacaq. Amma Mercedes-in bu diffuzerləri, hava çıxışları söhbət edir ha, 500 yazısı və keçək bura. Bu hissəmizdə Rutsnoy, həmişə kimi dartaq maşını ceyb eləyərsən Allah. Burada 2 dənə stakançiklərimiz var. Hansı ki 2 dənə kofe ya da 2 dənə Red Bull alırsan axşam. Çıxırsan elə Axşara, Bayraq meydanına 2 dənə purt, pıs, camaat qaçır, bu nə da? Və burada AUX şunur yerimiz var. Bir dənə də ki USB-C, lap belə keçim AUX və USB-C portlarımız var. Hansı ki yerləşdiriblər burada da. Və burada da bir dənə belə tam ətraflı görsədim. O zajqalka maşında zajqalka yerləri üçün olan çıxış. Onu da yerləşdiriblər. 12 voltluq taxırsan maşınında, telefonu zaryadkaya qoyursan, nə zaryadkaya qoyursan, yəni var. Bu maşında elə bir mina yoxdur. Bu maşında çox şey. Bu maşında elə şeylər var ki, məsəl üçün bəzi maşınlarda yoxdur. Zarafat eləmirəm. Məsəl üçün adı sport. Elə maşın var ki, onda sport yoxdur, amma bunda sport atırsan pıs eləyir. Deyirsə, burada da bir dənə saxlanma yerimiz var. O qədər böyüdür ki, yəni bildiyiniz əməlli başlı yerləşdirmək olar da. Abart bəziləri elə bilir ki, yəni xanım üçün alasan, xanımlar sürsün, amma vallahi yox. Yəni abart bir dəfə abartın içinə sükanına oturun və yaxud sərnişin hissəsinə bir kruksi gəzdirsinlər ya da özünüz gəzin, başa düşəcəksiniz ki, qaqaş. O deyirsən ki, Mercedes alım, BMW alım, Sanat alım. Elə abart alsan da kifayətdir, amma yəni abart alanda fikirləşmə ki, hə, arxada çox adam otuzduracam, yəni arxaya indi çalışacam. Orada Ronaldo'nun şəklini gördüm. Bu nə verilişdi belə? Ronaldo, ha, Messi aç. Hə, şükür. Yoxsa bu videonu yarıda saxlayırdıq ha. Hə. İndi maraqlı məkanlardan da birisi buradır. Nəyi? Aha, nəyi yuxarı qaldır? Sidenkan. Bunu görsətmək olar. Nivada belə deyil valla. Nivada belə deyirsən gəlir. Bu qəşəng yerləşdiriblər ha. O samolyotda zadda şey olur, neydi onun adı? Remen. Ya Allah deyib dartırsız gəlir qabağa. Bunu qəşəng yerləşdiriblər. Çox qəşəng. Arxada maşallah indi evdə biraz artıq veşlər var idi. Yığdıq, gətirdik, qoyduq bura ki, abart da atmış etsinə ki, abart. Qabağı eləsən. Hə, daşdım.
Qabaqda elə bir şey göstərdim. Mən krişası olsa yaxşıdır. Krişası olsa deyim niyə yaxşıdır. Çünki bura girdin, başını çıxardırsan qəşəng. Vso, belə gəzirsən amma yox. Özüm öz sumkamın üstündə oturmayım. Burada oturdun, yəni saxlanma yeri var. Gəl yaxından görsədək bunda. Burada əziyyət çəkirəm mən burada. Burada da 2 dənə sürücü hissəmizdə də, sərnişin hissəmizdə də saxlanma yeri var. Hansı ki, yaxşı yerləşdiriblər, qəşəngdir. Bir dənə də şey deyim ki, Azər, bu maşın birinci maşın ki, mən bunu astanovkasız çəkirəm. Yəni dayanım 5 dəqiqə, gözlüyüm maşın keçər deyə bir nəfəsə abart çəkirik. Yəni videonun adı elə olar, bir nəfəsə abart. Yəni arxası deyim ki, arxada yəni balaca uşaqlar olanda, balaca uşaqlar otursa genişdir. Uşaqlar üçün rahatdır. Şaqqıldamanı da gördünüz ha. Və bu hissəni göstərmə, bu hissəni göstərmə, altı göstərmə. Söhbət eləyir burada. Oranı sentyabrdan sonra göstərəcəyik inşallah. Və sizə deyim ki, axşam yandırdığım maşın indi belə saxlayanda yandırma. 2 təkər deyil də, qabaq təkər deyil də, qabaqdır. Amma arxa bilirdim. Qəşəng təkərlərə də spor eləyirsən, qaqaş. Yəni toy kartecində zadında istəyirsə, zəng vurun Carsparkeraya yazın. Toy kartecində gələk 2 dənə pıs-pıs eləyək. Sonra toy orada da bağlanacaq. Bu nə də gətirmisiniz, pıs-mıs. Amma qəşəngdir. Belə də keçirəm maşının qabağına. İnanırsan buradan oraya 2-3 dəfə getdin, yəni heç nə məsafə dəyişmir. Beləliklə də sizinlə mən idim. Carsparkera. Və sizin bu günlərim Abart, Black Mamba izlədiniz. Ona görə də videomuzu bəyənib, şərh yazmağı, kanala abunə olmağı yaddan çıxartmayın zəhmət olmasa. Əziyyətimizin bəhrəsini də biz görək. Sağ olun, salamat qalın.